Salam, Vahid Rızayevin fəlsəfi mətnlərindəki heyrətamiz kosmoloji dünya görüşünü incələdiyimiz bu yeni izahımıza xoş gəlmisiniz. Bugün biz çox dərin və fərqli bir mövzuya toxunacağıq. Göndərilənlər, yəni peyğəmbərlər və onların bəşəriyyətlə olan kosmik əlaqəsi. Gəlin çox uzatmadan birbaşa mövzuya keçək və bu fəlsəfəni birlikdə açaq. Heç düşünmüsünüzmü, niyə bəşəriyyət daim xaos və münaqişə içindədir? Niyə tarix boyu dayanmadan qan tökülür, qruplar bir-birinə düşmən kəsilir? Mənbə mətninə görə bu əbədi dilemmanın cavabı heç də təkcə siyasətdə və ya iqtisadiyyatda deyil. Cavab əslində dünyamızın birbaşa metafizik quruluşunu, kainatın toxumasının özünü anlamaqdan keçir. Mətndə hər şey kəskin bir kosmik ikili ilə izah olunur. Təsəvvür edin, bir tərəfdə mütləq paklığı, əbədi yaradanı təmsil edən xalis, təmiz işıq var. Digər tərəfdə isə bəşəriyyətin öz cəhaləti ilə durmadan ətrafına topladığı o dağıdıcı qaranlıq və xaos. Bu ikisi tamamilə bir-birinə ziddir. Bəs yaxşı, yaradan bizim bu qaranlıq dünyamıza, bu xaosumuza necə cavab verir? Baxın, bu məqam bugünkü izahımızın ən əsas, ən həlledici nöqtəsidir. Mətndəki bu cümlə reallığa baxışımızı dəyişir. Göndərilən zərrədən yox, işıqdandır. Yəni, yaradan bu qaranlığın içinə adi bir varlıq deyil, sözün əsl mənasında birbaşa işıqdan yaranmış xüsusi elçilər göndərir. Bu, əslində bizim kimliyimizlə bağlı çox böyük bir fərqdir. Biz, yəni adi insanlar, sadəcə zərrələrdən, tozdan yaranmışıq. Maddiyyatıq və istər-istəməz qaranlığa, münaqişəyə meyilliyik. Lakin o göndərilənlər, o müqəddəslər fərqlidir. Onlar zərrədən deyil, tamamilə ilahi işıqdan yaranıblar və mütləq şəkildə əbədi olaraq pakdırlar. Təbii olaraq ağla belə bir sual gəlir. Əgər bəşəriyyət öz ilahi mənşəyini unudub, bu qədər qaranlıq, qan və nifrət toplayırsa, yaradan niyə dünyanı sadəcə cəzalandırmır? Cavab isə olduqca heyrətamizdir. Çünki xaos içindəki cəmiyyətlər dərin bir əlatsızlıqla kömək edilədikdə, yaradan onları məhv etmir, əvəzində mərhəmətlə öz işığını onlara tərəf yönəldir. Bilirsiniz, burada çox maraqlı, hətta paradoksal bir kosmik mexanizm işə düşür. Bu işıq elçiləri gəlib bizim qaranlığımızla, qılıncla, güclə ya da zorakılıqla mübarizə aparmırlar. Ekranda da gördüyünüz kimi, onlar sadəcə mövcud olmaqla o qaranlığa işıq saçır, onu içəridən aydınladırlar, qaranlığı işıqla sağaldırlar. Çox təsir edici bir fəlsəfədir, elə deyilmi? İndi isə gəlin bu nəzəriyyənin praktik tərəfinə keçək. Bəs bu işıq varlıqları fiziki reallığa gəldikdə necə hazırlaşırlar və yer üzündə bu missiyanı necə daşıyırlar? Mənbə bizə izah edir ki, göndərilənlərin mənşəyi o qədər saf, o qədər güclü bir işıqdır ki, bunu fiziki dünyada dərhal açmaq təhlükəlidir. Bunun üçün 10 illiklərlə davam edən çox dərin bir hazırlıq dövrü tələb olunur. Məsələn, elə Həzrəti Mühəmməd Peyğəmbərin vəhy üçün 40 yaşına qədər gözləməsi məhz bu nəhəng ilahi məlumatların fiziki bədəndə təhlükəsiz şəkildə dərk edilməsi üçün idi. Bu cür dərin və abstrakt konseptləri daha yaxşı anlamaq üçün əlimizdə çox aydın bir tarixi nümunə var. Peyğəmbərin Hira mağarasındakı ilk vəhy hadisəsi. Gəlin indi bu hadisəyə məhz işıq fəlsəfəsi prizmasından baxaq. Bu xronologiyaya mütləq diqqət yetirin. Vəhyidən əvvəlki günlərdə o, kütlənin xaosundan tamamilə uzaqlaşaraq Hira mağarasının mütləq sakitliyinə çəkilir. Günorta saatlarında fəzadan kənarda havada asılı vəziyyətdə Cəbrailı görür və bir neçə an sonra ilahi məlumatların o kütləvi dəhşətli hücumu baş verir. Gecə saat 3-də isə tam aydınlanma gerçəkləşir. Bu sadəcə tarixi bir an deyil, bu ilahi işığın varlığa nüfuz etdiyi qeyri-adi dərəcədə intensiv fiziki və mənəvi prosesdir. Mətnin burada xüsusi vurğuladığı çox maraqlı bir detal var. Baş mələk Cəbrail tez-tez populyar mədəniyyətdə düşünüldüyü kimi dəhşət və qorxu gətirən bir varlıq kimi təsvir olunmur. O, ağ geyimdə görünən, havada asılı qalmış xalis bir işıq varlığıdır, bir icraçıdır. Onun əsas məqsədi qorxutmaq yox, dərin intellektual bilik və ilahi aydınlanma gətirməkdir. Peyğəmbərin vəhy alarkən fiziki olaraq güclü şəkildə titrədiyi deyilir. Və bilirdinizmi ki, bu titrəmə əslində qorxudan deyildi. Təsəvvür edin, kainatın ən nəhəng paketlənmiş ilahi məlumatları bircə anda sizə yüklənir və onlar hələ dərhal koddan çıxarılmayıb. O fiziki titrəmə məhz həmin ağlasığmaz intellektual və mənəvi yükün, o işığın gətirdiyi ağırlığın təbii nəticəsi idi. Yer üzündəki bu nəhəng vəhiydən sonra isə mətn bizi bəşər tarixinin ən böyük ruhani səyahətlərindən birinə, miraca, yəni birbaşa işığa yüksəlişi aparır. Müəllif bu yüksəlişin mexanikasını heyrətamiz detallarla izah edir. Baxın,
Sən demə, fiziki bədən, yəni ət və sümük heç yana getmir, yerdə qalır. Kainatın qatlarından keçərək ucalan isə məhz intellekt, zəka və o xalis mənəvi işıqdır. Və nəhayət, hər şeyi geridə qoyaraq, Yaradanın qarşısına çıxmaq üçün 7-ci qata tək başına sırf bir işıq olaraq daxil olursunuz. Bəs 7-ci qat tam olaraq nədir? Mətn buranı mövcudluğun mütləq zirvəsi, Yaradanın hər cür zərrədən ucaq ağ məkanı adlandırır. Göndərilən şəxs məhz bu məkanda heç bir vasitəçi olmadan tamamilə mütləq paklıqla, o ilahi işıqla birbaşa əlaqə qurur. Yəqin ki, bütün bu danışdıqlarım sizə kosmosda çox uzun sürən bir səyahət kimi gəlir, elə deyilmi? Amma hazır olun, ən ağlı başdan alan məqam odur ki, kainatın sonsuz qatları arasında baş verən bu nəhəng, qlobal səyahət bəşəri zaman anlayışından tamamilə kənar, bircə anın, saniyənin mində biri qədər qısa bir canın içində baş verir. Kosmik sürət anlayışı budur. Lakin məsələ o mütləq paklığa, o ağ məkana çatmaqla bitmir. İndi ən çətin və bəlkə də ən ağrılı mərhələ başlayır. İşığın yenidən bizim toz dünyamıza qayıdışı. Mətnin vurğuladığı böyük bəşəri faciə ondan ibarətdir ki, göndərilənlər bu xalis işıq və ilahi həqiqətlərlə yer üzünə qayıtdıqda çox vaxt onlara inanmırlar. Onlar sırf maddi zərərlərə bağlı olan, şübhəçi və daim münaqişə edən bir kütlə tərəfindən çox vaxt inkar edilirlər. Elə məhz buna görə də həmin o işıq elçiləri çiyinlərində çox böyük bir yük daşıyırlar. Onlar adi insanların kəskin şübhələrinə dözməli, toplanmış o kütləvi qaranlıqdan qorunmaq üçün bəzən hər şeyi atıb hicrət etməli, uzaqlaşmalı olurlar. Təsəvvür edin, onlar kainatın sonsuz işığının dilini tozdan yaranmış, məhdud, parçalanmış düşmən qruplara tərcümə etmək üçün nə qədər əziyyət çəkirlər. Yaxşı, bəs bütün bu kosmoloji və fəlsəfi çərçivənin bizə verdiyi əsas dərs nədir? Biz, adi insanlar olaraq, o ilahi işığı necə qoruya bilərik? Mətn burada bizim taleyimizlə göndərilənlərin taleyini kəskin ayırır. Biz, yəni adi insanlar, həyatımız boyu topladığımız qaranlıqların, səhvlərin nəticələri ilə üzləşmək məcburiyyətindəyik. Amma göndərilənlər, o saf işıq varlıqları heç bir sorğu-suala çəkilmirlər. Yer üzündəki vəzifələri bitdikdə, onlar sadəcə və əbədi olaraq Yaradanın işığına, gəldikləri o ağ məkana geri dönürlər. Və müəllif bizi, yəni bəşəriyyəti çox güclü, aydın bir çağırışla baş-başa buraxır. Özünüzü, bəşərliyinizi, məkanınızı qoruyun, mehriban olub mehribanlıqla qoruyun. Bu o deməkdir ki, yer üzündə qoyulub gedilən o mənəvi işıq sadəcə oturub gözləməklə yox, ancaq insanların birliyi, açıq zəkası və səmimi mərhəməti vasitəsilə qorunub yaşadıla bilər. Zərdə və işıq, toz və yaradan arasındakı bu qeyri-adi fəlsəfəni öyrəndikdən sonra mən də sizə birbaşa belə bir sual ünvanlamaq istəyirəm. Siz öz müasir, səs-küylü həyatınızda o işığı necə tapıb qoruya bilərsiniz? Kainatın məhz sizə aid olan o kiçik küncündəki qaranlığı necə aydınladacaqsınız? Bunu mütləq düşünün. Bugünlük bu qədər. İzahımızı izlədiyiniz üçün böyük təşəkkürlər. Növbəti görüşlərimizədək.